Yenə şahidlərin çətinlik çəkdiyi sual tiplərindən biridir bu. Burada verib ki, fikir verin 8.8 və 8.8 Kelvin demək olar. Onsa sıfırı silmək olur bilirsiniz ki, sonda vergüldən sonra axırda fikir verin Kelvin X da, yəni F-də Fahrenheit'dir. Fahrenheit F-dir, X. Deyir 880 artanda, 880 Kelvin artanda nə qədər Fahrenheit nə qədər dəyişir, nə qədər artır. Bunu apar elə, yəni bura bir dənə 0 qoysan, 9-da 5-də 9-u 0-a vursan 0 eləmir. Vəsyoda bir dəfə də lap 880-i apar qoy yerinə. Hər 880 addımda nə qədər Fahrenheit, nə qədər artır. 5-də 9-u vursan 8, prosta sadəcə imtahanda şagird 5-də 9-u vurasınız 8-də 880-ədir, elə bildiniz. Aha, bu 5 ilə 9, bunun biraz kalkulator icazə olacaq sizdə. 880 ilə 5-ə böləndə gəlirliyə görə alınacaq. 8, 1 daha 6, gəlin burada tez bölək. Kalkulator istəmirəm istifadə edeyim. 5, 18, vəfşim 3, 15, deməli olur 1.36. 1.36-na 9-a tez vuraq. 1.36-na 9-a vuraq. Kalkulator istifadə eləmirəm. SSD kalkulatoru mən istifadə eləmədim. 5 yadda, 7, 3 yadda, oradan da 12, 34. Artıq səhv elədiyim. Yəqin burada böləndə səhv oldu. 100% burada səhvimiz var. 5, 18, ayda 38'dir burada. 38, 35, 7 dəfə düşür. 17,6 olur. 17,6, 7 vur 9, 3, 6 buradan, 3, 5 yadda 8, 6 da yadda 15. 15.84 A variantı olur. Cavab A variantı 15.4.